Xoş gördük əziz dinləyicilər. Bu günlərdə İran-Amerika müharibəsi həm də Azərbaycanda, ölkə daxilində, ölkə xaricində bəzi təfəkkürləri də ortaya qoydu ki, məhz bu təfəkkürlərin açıqlanması, insanları tanımağımız, insanların haqla batini bir-birindən ayırd etməsi, bu gün əslində Amerika və İranda nə baş verdiyini görmək, çünki bunu İran tərəfi haqla batilin müharibəsi kimi bildirir və bunları görmək Azərbaycan xalqı üçün də çox vacibdir. Bugün bu açıqlamalardan birini Hacı Taleh, hansı ki Nardaran hadisəsinə görə həbs edilmiş Hacı Taleh açıqlama verib. Hacı Taleh bildirib ki, bəs İran xalqının yanındayıq, İran xalqına qarşı Amerikanın etdiyi təcavüzü dəstəkləyirik, biz İran xalqı ilə birlikdəyik, güya İran xalqı Amerika ilə vuruşur. Əvvəla Hacıcan, bu xalqın müharibəsi deyil, xalqın müharibəsi 8-9 yanvarda məhz İran rejimi ilə idi və o rejim də 3200 insanı öldürməklə özləri etiraf edir. Dünya 30 min deyir, 12 min deyən var, amma İran hökumətinin özünə istinad edirəm ki, 3200 insanı haqqını tələb etdiyinə görə, yaşaya bilmirəm deyə dediyinə görə, artıq alver edə bilmirəm deyə dediyinə görə öldürdülər. Xalqın müharibəsi bu günləri Amerika xalqla müharibə aparmır. Bugün İran rejimi öz xalqı ilə müharibə aparır. İkinci bir məsələ, xatırlayırsınız, bundan əvvəl 2024-cü ildə Məhsa Amini bir qız uşağını öldürdülər və Azərbaycanda 12 il həbsdə yatmış Hacı Abgül çıxdı. Bir sual verdilər, Hacı Abgül onunla da 12 illik həbsi də getdi hədər, öz həyatı da getdi hədər, indiyənə qədər insanlara danışdıqları da nağıl olduğunu, bir güruhu dəstəklədiyini, əslində Yezidin yanında olduğunu göstərmiş oldu və bununla da onun bir fəaliyyəti də heçə döndü. Mən düşünürəm ki, Hacı Talehin də bu formada açıqlama verməsi Hacı Talehi də mənəvi cəhətdən məhv edir. Nədir bu məhv olma? Mən bunu izah edəcəm. Əvvəla, niyə xalqın yanında ola bilmirsiniz? Niyə xalqın yanında ola bilmirsiniz? Sadə bir sual. Niyə Yezidin yanındasınız? Niyə xalqın yanında ola bilmirsiniz? Bu günləri Hacı Taleh İran hökumətini dəstəkləyir. İran hökumətini dəstəkləyir. Onda mən də sizə belə bir sual verirəm. Azərbaycan hökuməti də doğru edib Nardaran hadisəsində 2 nəfəri öldürdü və sizi də həbs etdi. Azərbaycan hökuməti doğru edib. Hətta Azərbaycan hökuməti kifayət qədər humanistdir. O, bütün İranpərəst olan Nardaranı qıra da bilərdi, amma qırmadı. Bir balaca kəndi yer üzündə silə də bilərdi, silmədi. Necə də gözəl humanist hökumətimiz varmış və onların Nardaran hadisəsini sizin məntiqinizə görə haqlıydılar və biz bu günləri Azərbaycan hökumətini dəstəkləyirik. Bu haqlı hərəkəti keçidinə görə. Çünki bu günləri nəyin bahasına olursa olsun xalqın yanında yox, hər yerdə bir güruhun yanında, bir hökumətin yanında, bir zalimin yanında olmağı seçirsiniz. Bugün İranda artıq Xamneyi ölüb, Xamneyinin yerinə də onun oğlunu qoyublar. Hələ ki biz Kardona biyyəti görmüşük, Kardona ağlamağı görmüşük, hələ ki ortada bir Kardon görmüşük. Belə bir ali dini lider yoxdur, onu da öldürüblərmi, sağdır, onun adından yazılarmı yazırlar, biz bilmirik bunları. Bugün İranda sırf Sepah mübarizə aparır və bu Sepah da niyə görə mübarizə aparır? Bütün pul, para, narkotik ticarəti, hər şey bunların əlindədir. Bunlar heç vaxtı bundan imtina etmək istəməyəcəklər, sona qədər vuruşacaqlar. Onların xalq umurunda belə deyil, ay Hacı Taleh, umurunda belə deyil. Bugün İranda artıq molla rejimi də yoxdur. Sepah rejimi var, ordu rejimi var və onlar da bu necədir, imkanlardan heç vaxtı əldən vermək istəmirlər bu imkanları. İkinci bir məsələ, bu günləri o Sepah ölkəyə Zeynəbiyyun, Fatimiyyun və Hizbullaha gətirib. Halbuki o Hizbullaha gətirəndə 8-9 yanvarda Hizbullah vətəndaşları qırdı. Bilirsiniz niyə gətirib? Ona görə gətirib ki, öz xalqına etibar etmir. Hətta bəsicinə də etibar etmir. Sepaha da müəyyən mənada etibar edir. Çünki onlar da vətəndaşdır, xalqın bir üzvləridir. Ola bilsin ki, onlar da qalxa bilərlər bunlara qarşı. Ona görə gətirib ki, əgər xalq etiraza qalxarsa, çünki İran rejimi də Sepah da, ay Hacı Taleh, səndən də, Abgüldən də yaxşı bilir ki, onlar İran xalqı ilə mübarizə aparırlar. İran xalqı üçün gətirib o terrorçuları ora. İran xalqı qalxacaq, bunu bilirlər, İran xalqını yatışdırmaq üçün. Çünki Amerika ora bir orduya girmir, bu ordu ilə girərsə zaten Sepahın kifayət qədər ordusu var. Niyə görə qorxu bunları gətirir? Xalqına görə qorxur. Ona görə də ləyaqətli olun. Səhərdən axşama qədər Həzrət Hüseyn əleyhissalamı müdafiə edirsə, Həzrət Hüseyn əleyhissalam xalqı təmsil edirdi. Həzrət Hüseyn əleyhissalam zalim hökumətə qarşı qalxmışdı və zalim hökumətdə olan Yezid Hüseyni öldürdü. Hüseyn xalqı təmsil edirdi. Bu günləri İran xalqı
3200 öldürülən vətəndaş Hüseyni təmsil edir. Amma onu öldürən kim oldu? Xamneyi, Yezid hökuməti. Amma siz kimin yanındasınız? Yenə də Yezidin yanındasınız. Yenə də hakimiyyətin yanındasınız. Yenə də xalqı öldürənlərin yanındasınız. Bununla da göstərirsiniz ki, sizin dininiz də yoxdur. Sizin dininiz şuarçılıq dinidir. Sizin dininizin yalnız və yalnız məqsədləri var. Məqsəd ancaq nə olur olsun, pis də olsa, ədalətsiz də olsa, ədalətsiz də olsa İran hökumətini qorumaqdır və ideologiyası budur. Başınızı xarab edilən ideologiya budur. Qaldı ki, Amerika təcavüz edib. Bəli, Amerika İrana təcavüz edib. Amma Rusiyada Ukraynaya təcavüz edir. Bir dənə içinizdə ləyaqətli bir molla yoxdur ki, bir ləyaqətli insan yoxdur ki, gedib bunkerdə Rusiyada gizlənmişsiniz. Bir ləyaqətli mollanın dilindən mən eşitmədim ki, desin ki, Putin zalimdir və Putinə kömək edən də zalimdir. Putin zalimdir, Putin Ukraynaya təcavüz edir və İran da buna kömək edirdi öz şahid dronları ilə hər bir mənada. Bəs niyə ləyaqətiniz çatmır bundan danışasınız? Və niyə haqq ədalətdən danışırlar? Niyə insanları müdafiə eləmirsiniz? Niyə xalqı müdafiə eləmirsiniz? Niyə Yezid hökumətini müdafiə edirsiniz? Hüseyn əleyhissalam Yezid hökumətinə qarşı çıxmamışdımı? Bəli. Xalqı təmsil etmirdimi? Bəli. Ona məktub yazan insanlar Kufə əhli nə yazırdı? Yazırdı ki, ya Hüseyn gəl, bu zalimlar bizi idarə edir, biz yaşaya bilmirik, biz ölürük. Xalqa görə çıxdı, ortaya gəldi və onu Yezid hakimiyyəti öldürdü və bugün siz də ortaya çıxmış İran xalqını yox, məhz o xalqı öldürən Yezidi müdafiə edirsiniz. Bu mənada nə dininiz var, nə imanınız var. Ona görə də marginallaşırsınız. Ona görə də bir müddət keçdikdən sonra yoxa çıxacaqsınız. Təşəkkür edirəm.